Bugünkü mövzumuz əqrəb qadınıdır. Salam dəyərli izləyicilərim. Bugünkü videomu mən kanalıma yeni abunə olan və ilk mənə şərh yazan Dilbər xanıma həsr edirəm. Dilbər xanıma söz verdiyim videonu hazırlamışam əqrəb qadını haqqında. Əqrəb qadını. Bu, hər evə lazım olan bir qadındır. Əqrəb qadını uğur qapısıdır. Uğurun haçarıdır. Bəli, bir əqrəb əgər bir insanın həyatında varsa, bir kişinin həyatında varsa, o özünü çox xoşbəxt saya bilər və o kişi xoşbəxt biridir. Əqrəb qadını istəyir 17 yaş olsun, istəyir 18 yaş olsun, istəyir 16 yaş olsun, yəni gənc olmasına baxmayaraq, cavan olmasına baxmayaraq, əgər biri ilə nigaha girdisə, biri ilə ailə qurdusa, avtomatik olaraq o çiyninə o ailənin yükünü götürür, yarı-yarıya götürür. Bu bir mənalı belədir. O əqrəb qadını elə bilir ki, yəni ailəni sütunudur, dirəyidir. Onu çiyinlərin üstündə saxlamaq onun elə bir görəvidir, borcudur. Əqrəb qadını yəni belə hiss edir və belə hərəkət edir. Əgər bir evladın anası əqrəbdirsə, o evlad bir mənalı xoşbəxt, bir mənalı. O ana yəni nəfəsi də, nəfəs alanda da, işləyəndə də, istirahət eləyəndə də, hətta bir şənliyə, məclisə, toya gedib orada oynayanda, rəqs eləyəndə belə yenə beyninin bir hissəsində evladını düşünür. Evladının xoşbəxtliyini düşünür. O hər an fikirləşir ki, gecə yatanda belə bəlkə onun beyni bir küncündə çalışır ki, fikirləşir ki, mən evladımı necə eləyim, xoşbəxt eləyim. Əqrəb ananın evladı heç vaxt heç kimlə yerdə qala bilməz. Yoxsa o ana yaşamaz, onu özünə heç vaxt bağışlamaz. Əqrəb qadını səliqə simvoludur. Onun evi olar kukla kimi. Kukla kimi bir ev olar. Yəni tək səliqə mənasında yox. Dizaynı, mebellərin quruluşu, evin öz quruluşu. Yəni əqrəb qadını bir səliqə simvoludur. Bir akkuratlıq simvoludur. Əqrəb qadını o qədər iti ağıllı, o qədər iti düşüncəlidir ki, o elə bil ki, məsələn, ailəsində olacaq hadisələri, ailəsi üçün nə xeyirlidir, nə ziyanlıdır, bir il öncədən görür bəlkə də. Daima ürəyi təlaşlıdır. Ürəyi təlaşlıdır ki, mən ailəmi necə qoruyum, evladlarıma necə xeyrinə çalışım, nə etsəm onlar üçün xeyirli olar və əqrəb qadını belə bir qadındır. Yəni, hansı kişiyə o qismət olubsa, əqrəb qadının qədrini bilməlidir. Bəzən elə kişilər var, məsələn, deyirlər ki, yox, əqrəb qadına çox deyingəndir, çox söyləyəndir, çox hər şeyi danışır. Ancaq bu ona görədir ki, əqrəb qadını ailədə hər şeyin düzünü deyir. Ərinə yəni düz yol göstərir, düz məsləhət verir, ailəsinin xeyri üçün olan məsləhəti verir. Əgər bu kişi onun sözünü eşitmirsə, yəni səhv yolla gedirsə, səhv yola düşürsə, əqrəb qadını o zaman başlayır deyingən olmağa, danışmağa, söylənməyə, yəni istəyir ki, yenə də ərini ya uşaqlarını düz yola çəksin. Onun çalışdığı, onun çırpındığı budur. Əziz əqrəb qadınları, sevimli əqrəb qadınları, yenə də deyirəm, kaş ki, hər ailədə, hər evladın taleyində bir əqrəb qadını ola. Hər evladın deyərəm ki, anası kaş ki, əqrəb qadını ola. Bəli, əziz əqrəblər, gözəl əqrəblər, əqrəb qadınları, iyul ayı sizin üçün də uğurludur, sizin üçün də şanslıdır, sizin üçün də düşərlidir. Nə vaxtı evladlarınız üçün planladığınız bir məsələ var. Bilmirəm, bu sınaqdan keçmək məsələsidir, yəni bal toplamaq məsələsidirmi, yoxsa hansınızı bəziləriniz iş planlaşdırırsınız uşağınız üçün, yəni çalışırsınız ki, onu bir yaxşı işə düzəldəsiniz və bu sizə iyul ayın axırı, avqust ayın əvvəllərində yaxşı görsənir.
Bəlkə də sizdə o iş alınacaq, sınaqdan evladınız çox yüksək dərəcədə bal toplayacaq. Bəziləriniz ərinizin işindən narazısınız, qazancı gəliri azdır, yəni narahat olmayın. Bu ayın axırına qədər ərinizin büdcəsində artım görsənir, artışlar görsənir və onların bəziləri vəzifə yüksəlişi olacaq, bəziləri iş yerlərini dəyişəcək və bunlar hamısı isə sizin ailənin xeyri üçün olacaq. Təlaşlanmayın, özünüzü sıxmayın. Bəzilərinizin bəzi əqrəb büdcələrinin evladının birində psixoloji durumunda narahatçılıq var. Bu aralar bəlkə də bu 1 ildir sürür. Psixoloji həkimə aparırsınız, gətirirsiniz, dərmanlar atırsınız. Yəni bir irəliləyiş elə də görmürsünüz. Ancaq narahat olmayın. O çox da dərin bir məsələ deyil. Uşağınızla özünüz tez-tez çoxlu söhbətlər aparın və onun axırı yaxşı görsənir. O evladınızın axırı yaxşı görsənir. Heç də qorxmayın, narahat olmayın. Bəzi subay əqrəb qadınlar var. Onlar üçün də sevgi görsənir, nişan görsənir, toy görsənir. Hətta bəzilərində, yəni bu qarşılarına çıxan sevgi onlar üçün ciddi münasibətə aparıb çıxaracaq. Sevgi ilə qalın, xoşça qalın. Diqqətinizə görə təşəkkür edirəm. Dilbər xanım kimi hamınız kanalıma abunə olun daha maraqlı videolar üçün.